İnşallah bundan da gözəli sizə qismət olsun dəyərli izləyicilər. Əvvəla hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız. Dostlar, Mərdəkandayam. Mərdəkanda belə bir gözəl bağ ev, villa çıxıb satışa. Mən də gəldim, çəkim, təqdim edim. Ümid edirəm baxarsınız, bəyənərsiniz və fikir bildirərsiniz. Qısa məlumat verməyə çalışacağım. Həqiqətən evimiz maşallah çox böyükdür, ərazisi çox genişdir. Çalışdığım qədər qısa məlumat verəcəm. Hər hansısa sualınız yaranarsa, istənilən vaxtda 050 755 95 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sizə daha ətraflı məlumat verirəm. 17 sot torpaq sahəsində inşa olunub, 500 kvadratdır, 7 otaqlıdır. Evə keçid eləyəndə ev haqqında ətraflı məlumat verəcəm. Əvvəlcə həyət haqqında məlumat verin dostlar. Əsas yoldan 100 metr məsafədə yerləşir. Mərdəkan Buzovna yolunda Qoşaqala restoranına yaxın bir ərazidə. Əsas yoldan 100 metr məsafədə. Yolu qapıya kimi asfaltda, su, qaz, işıq, tərəvəti sənədləri qaydasında dostlar. Bura bağ evi plaşatkasıdır. Belə deyək, maşın saxlamasın yeri. Rahat 10-15 maşın saxlaya bilər. Bura açıq qarajıdır. Xidmətçi otağından, axran evindən bura çıxış var təbii ki. Məhəllədən gedim ki, tam olaraq izah edə biləm sizə. Bura giriş darvazası, yanında əl qapısı dostlar. Belə bir qarajı. 4-5 maşın rahat saxlaya bilər qarajda. Burada axran evin həyətdən də girişi var təbii ki. Əşyaları falan var. Daxilində hamam otağı var. Yenidir dostlar, yaşayış olmayıb. Hər kimə qismət olacaqsa Allah işin avan eləsin. Həqiqətən Allah alana da satana da xeyir versin. Möhtəşəm bir evdir. Yəni tərifə ehtiyacı yoxdur. İnşallah özünüz gələndə görəcəksiniz. Demək olar ki, bugünkü gün bazarda bu evin rəqibi yoxdur. Sağ sol yaşıllıq zolağıdır. Yetərincə yaşıllıq zolağı var dostlar. Evin görünüşü belədir. Mən çalışacağım evin 4 istiqamətdən görünüşünü sizə təqdim edeyim. Bu evin qarşıdan görünüşüdür təbii ki. Hal-hazırda dostlar qonşudan görünən istiqamətlər bağlanır. Yəni görüntü olmasın həyətə, o nöqteyi nəzərdən bağlanır dostlar. Bura maraqlı söhbətgahıdır. Alovu falan yanır. Burada proyektor yeri var. Akustik səs sistemi yığılıb. Orada televizor izləmək mümkündür. Burada böyük bir yaşıllıq zolağı dostlar. Futbol meydançası mövcuddur. Bağ mebelləri falan hamısı quraşdırılıb. Tam əşyalı bir evdir. Evin sol tərəfdən görünüşü. Gəlin mən sizə evin qazanxana, qızdırılma sistemini təqdim edeyim dostlar. Çöldən də bura daxil olmaq olur təbii ki. Evdən də daxil olmaq olur dostlar. Bura qazanxana sistemidir. Yəni hamısı profesional, necə lazımdır, yığılıb. Yəni bu ərazidə 4 fəsil yaşamaq da mümkündür. Bağ evi kimi istifadə etmək olar. Təbii ki, belə evi alan adam 100% ki, yayğış yaşayar. Sonra dostlar, mən sizə daha doğrusu bunun hovuzun besetkasını təqdim edeyim. Evin qarşısında geniş plaşatkadır bura. Gördüyünüz kimi. Bura hovuz hissəsidir dostlar. Üzərində şəlaləsi. Belə bir maraqlı daşıma yeri var. Evin sağından soluna yetərincə hava işləməyə yer var. Maşallah olsun, həqiqətən çox gözəldir. Bir də vurğulayıram, sadəcə o görüntülər bağlanmaq üçündür. Qonşudan görüntü olmasın həyətə. Evin sol tərəfdən görünüşü möhtəşəm. Bu da ki, həyətin görünüşü. Besetkanı sizə qısa olaraq təqdim edeyim. Bura yayğış mətbəxidir. Bura meyvəli falan yığılıb, yeri istifolu deməyə ehtiyac yoxdur. Elektronika falan hamısı da bahalı, yüksək səviyyədə. Bu da evin arxası. Qısa olaraq evin içi ilə də tanış olağın dəyərli izləyicilər. Bir də vurğulayıram. Hər hansısa sualınız olsa, istənilən vaxt əlaqə saxlaya bilərsiniz. Qiyməti 1.700.000 manatdır. İnşallah ki, real müştəriyə endirim olacaq. Bizim səhifədən gələnlərə isə xüsusi bir endirim var. Evə daxil olduq.
Geniş bir hol hissəsi. Girişdən sağ tərəfdə qonaq otağı yerləşir. Çox gözəl aurası var evin. Yüksək səviyyədə həqiqətən. Maşallah olsun. Böyük vitraj pəncərələr həyət asılır. Yəni elektronikalarda da hamısı Samsung, LG, Bosch firmasına aiddir. Burada belə bir maraqlı qarjor falan yığılıb. Bura mətbəxdir. Burada mətbəx mebeli yığılıb dostlar. Oradan bayaq ki belə deyək istixana otağına keçid var. Burası mətbəx. Birinci mərtəbənin sanitar qovşağı burada yerləşir. Bura sanitar qovşağıdır. Birinci mərtəbədə bir yataq otağı var. Bu yataq otağının daxilində özünün hamam otağı və sanitar qovşaq var. Deməli, yataq otaqların hamısında ümumilikdə 5 yataq otağı var dostlar. Hamısında sanitar qovşaq və qarjor var. Yəni göründüyü qədər mebellərdə hamısı çox bahalı və keyfiyyətlidir. Yəni ucuz bir şey yoxdur. Burada pilləkən qəfəsidir. İkinci mərtəbə ilə tanış edəcəm sizi inşallah. Yəni panorama dəniz bağ evi villa istəyən müştərilər buyursun. Həqiqətən yəni bazarda panorama dəniz belə bir villa hal-hazırda elə bir dənə budur. Bura ikinci mərtəbənin holudur. İkinci mərtəbənin hol hissəsi də yetərincə genişdir. Bura birinci yataq otağıdır dostlar, ikinci mərtəbədə. Bu yataq otağın özünün balkonu var. Balkonu sizə təqdim edəcəm. Bura ikinci mərtəbənin yataq otağının balkonudur. Sağı solu hamısı böyük villalar, bağ evləridir. Yataq otağına aid olan hamam otağı sanitar qovşaqla bir yerdə təbii ki. Daha bir yataq otağı dostlar. Yataq otağının daxilən qarjrobu. Hamam otağı sanitar qovşaqla bir yerdə. Yəni qiyməti həqiqətən çox münasibdir. Deyərsiniz 1.700.000 ucuz deyil, amma bu ev üçün çox ucuz bir qiymətdir. Bazarın qiymətini bilənlər bilir. Daha bir böyük yataq otağı dostlar. Bu yataq otağının da böyük bir balkonu var. Həyət açılır. Daxilinin sanitar qovşağı, vanna otağı, duş kabinası. Yataq otağının qarjrobu otağıdır. Ümumi olaraq yer istif oldu, bahalı laminatlı kermogranitə. Bunları demirəm zaten görsəndir dostlar. İkinci mərtəbədə sonuncu yataq otağı. Bu yataq otağında böyük bir balkonu var. Daxilində özünün hamam otağı, sanitar qovşaqla bir yerdə və özünün qarjrob otağı. Üçüncü mərtəbəni də sizə təqdim edeyim dostlar inşallah. 500 kvadrat yaşayış sahəsi var. Yetərincə yəni böyükdür, balaca bir kvadratura deyil. Burada üçüncü mərtəbədə belə bir otaq. Buranın istirahət otağı, kino otağı, hər cür yəni istifadə etmək olar. Burada genişdir. Və buranın balkonu fikir versiniz dostlar.
Panorama dəniz. Və buradan da böyük terasa çıxıram dostlar. Mən sizə böyük terası təqdim edəcəm. Burada böyük bir terasıdır. Terası 150 kvadrat bəlkə də var. Çox olar ki, az olmaz. Eynisi ilə. Buradan da panorama dəniz. Demək olar ki, bütün hər yan qalır ayaq altında. Yəni, göz işləməyə yetərincə yeri var. Maraqlı dekor yığılıb burada da. Burada eynisi ilə qalır. Bu da həyətin görünüşü. Deməli dostlar, Mərdəkanda 17 sot torpaq sahəsində 500 kvadrat metr yer torpaqlı bağ evi 1.700.000 manata satışa təklif olunur. Diqqətiniz üçün təşəkkür edirəm. Bizi izləməkdə qalın. Biz sizə daha müasir, daha yeni evləri təqdim edirik.